Dostlar, xoş gəlmisiniz bu dərsə. Tanrının bütün zirehi bugün 4-cü dərsimizdir. Gəlin, dua edək və başlayaq. Rəbbisə xahiş edirik, xeyir dua ver. Bu dərsimizə danış bizimlə öyrət. Məsh et dinləyicilərimizi, qulaqlarını, ürəklərini. Sənin müqəddəs adından dua edirik. Amin. Efeslərə 6:14 bugün növbəti sahəyə baxacağıq. Bu 14-cü bəndin 3-cü hissəsidir. Tanrının növbəti təchizatı, bizə verdiyi təchizatı. Burada deyilir ki, barışıq müjdəsini yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq mövqeyinizdə dura biləsiniz. Amin. Deməli, kəməri taxdıq, həqiqətin kəmərini taxdıq. Sonra Tanrının zirehini sinəmizə taxdıq. Və indi də 3-cü hissəsi deyir ki, ayaqlarımıza xüsusi təchizat var. Və istəyirəm ki, həmən bu cümlənin 4 hissəsi var, fikir verəsiniz. Bax, barışıq müjdəsini deyilir, yaymaq üçün hazırlıq, ayaqlarınıza geyinmiş olaraq durasınız. Geyinmək lazımdır, nəyisə oldu. Yəni, xüsusi təchizat var, xüsusi ayaqqabı var, deyə bilərik. Maraqlıdır ki, bu 3-cü gəlir. Oldu. Birincisi kəmərdir. Yəni, ilk həqiqət kəməridir. Yəni, Bibliyanın nə dediyini, oradakı olan həqiqəti mən qəbul etməliyəm, tanımalıyam, bilməliyəm. Amin. Həqiqəti biləcəksiniz, həqiqət sizi azad edəcək. Ne üçün azad edəcək? Durmaq üçün və Tanrı ilə irəli getmək üçün. Sonra ikincisi salihlik zireyidir. Biz onu taxırıq, yəni iman etmişik, Tanrının salihliyi bizə sayılıb. Biz indi bilirik ki, biz kimik? Tanrının mövqeyi nədir? Biz hardayıq? Biz Məsihdəyik. İndi həmən o bildiyimiz həqiqəti, bilirik ki, biz kimik? İndi müqəddəs ruh deyir ki, bax, bu barışıq müjdəsini insanlara çatdırmağa hazır olun. Oldu? Yəni, bax, 3-cü təchizat da xüsusi ayaqqabıdır. Barışıq müjdəsini yaymaq üçün. Ayaqqabı nə deməkdir? Ayaqqabı o deməkdir ki, gəzmək lazımdır. Və ilk onu deməliyik ki, gəzməliyik dəqiq. Addımlarımızı akribos, necə Efeslərdə deyir ki, diqqətlə gezin. 5-ci fəsildə Efeslərə 5. Oldu. Çox maraqlıdır ki, Pavel bunu yazanda Roma əskərlərin ayaqqabısı haqda düşünürdü. Bu ayaqqabılar sürüşməyən idi. Və elə düzəldirdilər ki, həm yırtılmasın, çox davam gətirsin, həm də sürüşməsin. Möhkəm ayaqqabıdır. Oldu və addımı atanda dəqiq ata biləsən və Tanrı istəyir ki, biz də imanda dəqiq gəzək, dəqiq, yəni ki, Tanrının sözündə gəzək, ruhda gəzək, Bibliyadır, işıqda gəzək, Tanrının həqiqətində gəzək, oldu və bunu qeyd edin. Birinci növbədə, xristiyan adi insan kimi gəzmir, oldu, eyni deyil bizim gəzməyimiz. Və bizim ayaqqabılarımız da imansızlarla eyni görünə bilər. Ancaq eyni deyil. Amin. Yenə də deyirəm, bu ayaqqabıların qeydinə Tanrı qalır. Möhkəm edir. Oldu, davamlı edir. Ayaq qoruyan ayaqqabıdır bu və əsas onu demək istəyirəm ki, sürüşkən deyil. Bilirsiniz? Çünki dünyada çoxlu sürüşkənlik var. Sürüşkən yerlər var. Amma Tanrı imanlıya elə bir ayaqqabı verir ki, o sürüşməsin. Oldu. Yəni, imanlı müxtəlif ayaqqabıda gəzir və onun ayaqları da xüsusidir. Necədir? Biblia deyir ki, bu ayaqlar hazırdır ki, barışıq və sülh müjdəsini bəyan etsin, çatdırsın. Amin. Qulaq asın. Romalılara 10-15 nə deyir? Deyir ki, xoş xəbəri müjdələyənin qədəmləri necə deyə gözəldir. Oldu. Bax,
müjdəliyənin qədəmləri necə də gözəldir. Yeşaya 52:7 bu da onu deyir. Deyir ki, sülh xəbəri gətirənin, dağları aşıb gələn müjdəçinin qədəmləri necə də gözəldir. Amin. Ayaqlarımız necə də gözəldir və orada deyilir ki, davam edir o bənd, deyir ki, o xoş müjdə gətirir, qurtuluş xəbərini verir, xilası bəyan edir, Tanrı hökm sürür, bunu bəyan edir. Amin. Bax, xoş müjdə budur. 2. Şamuel 22:34. Orada belə bir sözlər var. Deyir ki, ayaqlarımı maral ayaqları kimi çevik edər, məni zirvələrdə saxlayar. Amin. Və başqa yerdə Havakum 3:19 deyir, məni zirvələrdə gəzdirər. Nə bəxtiyardır müjdəni gətirən şəxsin ayaqları. Zəbur 18:33. Zəbur 18:36 nə deyir? Deyir ki, geniş yer açdın ki, addımlayım, ayaqlarım büdrəməsin. Amin. Çox möhtəşəmdir bu. Tanrı bizi ruhlandırır ki, biz hazır olaq müjdə üçün oldu və həmən o ayaqqabıları giyinək oldu ki, sezə bilək, düşmən tələsinə düşməyək, toru görək, toru sezək. Yəni və ən vacib odur ki, bu ayaqqabılar və bu ayaqlar həmişə hazırdır getməyə. Hər bir tərəfə getməyə, həmən bu barışıq müjdəsini çatdırmaq üçün oldu və tələlərə tərəf getmir bu ayaqlar. Oldu. Bunun üçün də burada ruhlandırma var ki, geyinin. Oldu, geyinin. 3 şey var ki, müqəddəs yazı bizə buyurur. Birincisi, deyir ki, biz müjdə ilə bölüşməliyik. Oldu. Əgər mən İsa Məsihə imanlıyamsa, xilas olmuşamsa, əbədi həyatı ənam kimi, hədiyyə kimi almışamsa, onda mən müjdə ilə bölüşməliyəm. Bu bir. İkincisi, hər zaman hazır olmalıyam bölüşmək üçün. Bu bənd onu deyir. Hazır olun. Hər zaman hazır olmalıyam. Üçüncüsü də və hər yerə can atmalıyam ki, çatdırım. Oldu. Hər tərəfə can atmalıyam ki, çatdırım. Və nəyi çatdırıram? Müqəddəs yazı başa salır ki, bu barışıq və sülh müjdəsidir. Gəlin, zəhmət olmasa açaq 2. Korinflərə 5-ci fəsil 19-cu bənd. Orada deyilir ki, belə ki, Tanrı insanların təqsirlərini onların əleyhinə qoymayaraq, dünyanı İsa Məsihdə özü ilə barışdırmaqdadır. Amin. Tanrının istəyi budur ki, özü ilə barışdırsın. Bunun üçün də İsa Məsih gəlib. Barışdırma sözünü də bizə əmanət etdi. Amin. Dostlar, imanlılara əmanət etdi ki, biz durmayaq, yatmayaq, unutmayaq, ancaq bölüşməliyik. Və Efeslərə 6:14 deyir ki, hazır olun. Ayağınıza geyinin bunu, hazır olun. 2. Korinflərə 5:20. Beləliklə, biz Məsihin nümayəndələriyik. Amin. Sanki Tanrı bizim vasitəmizlə rica edir. Məsihin adı ilə yalvarırıq ki, Tanrı ilə barışın. Dostlar, bax, biz gedirik dünyaya, insanlarla danışırıq və bu xoş xəbərdir, bəyandır, dəvətdir ki, Tanrı barışmaq istəyir, Tanrı ilə barışın. Və başqa bir bənddir ki, bunların hamısı Tanrıdandır. O, Məsih vasitəsilə bizi özü ilə barışdırdı və bizə barışdırma xidmətini verdi. Amin. 2. Korinflərə 5:18. Tanrı bizə barışdırma xidmətini verib. Bunun üçün də Həvvari Pavel deyir ki, bax, ayıq olun, bunu unutmayın və barışıq müjdəsini, yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq dura biləsiniz bu dünyada. Yəni ki, mövqeyiniz budur. Bölüşmək istəyirəm, hər zaman hazır olmaq istəyirəm və hər yerə çatdırmaq istəyirəm. Və Romalılara 5:1 deyir ki, beləliklə, imanla salih sayıldığımız üçün Rəbbimiz İsa Məsih vasitəsilə Tanrı ilə barışmış oluruq. Amin. Buna görə də yaxşı yata bilirik. Buna görə də
ürəyimizdə sülh var. Çünki başa düşürük ki, Tanrı ilə barışmışıq. Və nə gözəl xəbərdir bu. Nə gözəl müjdədir bu. Və nə gözəldir o ayaqlar ki, bu müjdəni çatdırmaq istəyir başqalarına. Efeslərə 2:14 belə bir söz var orada. Deyir ki, çünki Məsih İsa özü bizim barışığımızdır. Amin. 17-ci bənddə deyir ki, o gəlib həm uzaqda olan sizlərə, həm də yaxındakilərə bu barışdırma müjdəni yaysın. Amin. Həm uzaqdakilərə, həm yaxın, hər kəsə. Bax, görürsünüz, sadəcə bir bənddir. Deyir ki, hazır olun, ayaqqabılarınızı giyin, ayaqlarınızı hazırlayın. Amma görün, bunun içində nə qədər var. Və bugün Tanrı bizi çağırır ki, biz həmən bu müjdəni bəyan edək. Lütfün mesajını çatdıraq. Bu doğrudan da heyrətamiz bir privilegiyadır ki, biz itmiş qəlbləri tapa bilərik, onlara bu xoş xəbəri deyə bilərik. Necə ki, Məsih etdi yer üzündə olanda. Pavel Timofeyə çox maraqlı sözlər deyir. Deyir ki, Tanrının kəlamı ilə bölüş, hansı vaxt olursa olsun, hazır ol. Xahiş edirəm, Bibliyanızda qeyd edin. Burada deyir ki, hansı vaxt olursa olsun, hazır ol. Hər zaman hazır ol. Oldu. Keyfin var, keyfin yoxdur. Halsızsan, bəlkə gücün çoxdur, sevincdəsən. Hazır ol. Hazır ol. Deyir, nədir məsələ? Oldu. Peter də çox maraqlı deyir. Deyir ki, daxilimizdə olan ümid barəsində sizdən hesabat istəyən hər kəsə cavab vermək üçün hazır olun. Oldu. Bax, budur. Müjdəni yaymaq üçün, danışmaq üçün hazır olma ayaqqabıları. Oldu. Cavabımız nədir? Nə? Burada deyir ki, hər kəsə cavab vermək üçün hazır. Nədir cavab? Cavabımız müjdədir. Başqa şey demirik. Müjdəni deyil. Romalılara 1:15 Həvari Pavel deyir ki, bu səbəbdən mən Romada yaşayan sizlərə də bacardığım qədər müjdəni yaymağa hazıram və həvəsim var. Həm hazırdır, həm də deyir ki, həvəsim var. Mən başa düşürəm ki, İsa Məsihdir, yol, həyat və həqiqət. Başa düşürəm ki, insanlara həyat lazımdır. Romalılara 1:16 deyir ki, çünki bu müjdə iman edən hər kəs üçün, hər kəsin xilası üçün Tanrının qüdrətidir. Oldu. İnsanlara xilas gəlsin və bu Tanrının qüdrətidir. 17-ci bənddə deyir ki, müjdədə Tanrının salihliyi aşkar olur və bu salihlik tamamilə imanla əldə edilir. Yadınızda keçən səfər danışırdıq. Necə ki yazılıb, salih adam imanla yaşayacaq. Amin dostlar. Çox gözəldir bu. Bax, bu izzətli müjdədir. İsa Məsih bizim Tanrı ilə barışıq və aramızda sülh olması üçün nə lazımdırsa yerinə yetirdi və iş bitdi. İş tamam oldu. İndi 2-ci Korinflərə 5:21 deyir ki, günahla əlaqəsi olmayan Məsihi Tanrı bizim uğrumuzda günah qurbanı verdi ki, biz onda Tanrının salihliyinə nail olaq. Görürsünüz? Bizi salih saydı və istəyir ki, biz Tanrının salihliyinə nail olaq. Bax, bu xoş xəbəri biz istəyirik çatdıraq. Çünki barışdırdı bizi Tanrı. Yəhya 3:16 Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. Bax, dostlar, bu izzətli müjdədir və Tanrı istəyir ki, biz bunu hər zaman danışmağa, bölüşməyə hazır olaq. Bunun üçün də deyilir ki, həmən bu barışıq müjdəsini, yaymaq hazırlığını ayaqlarınıza geyinin. Oldu, hər gün geyinin. İzzətli müjdə nədən danışır? Məhəbbətin nümayişini göstərir. Tanrının xeyirxahlığını göstərir. Onun mərhəmətini, onun bizim üçün hazır olan əfini göstərir. Ki, Qalqofada, çarmıqda İsa Məsih satın alma işini tamam etdi. Və bu yaxşı xəbərdir hər kəs üçün. Yaxşı xəbərdir ki, hər kəs ki iman edər, həlak olmaz, ancaq əbədi həyata malik olar və bu onun əməllərindən asılı deyil. Bu
lütflə mümkündür. Deyir ki, siz bir zamanlar təqsirləriniz və günahlarınız üzündən ölüydünüz. Biz hamımız o vəziyyətdəydik. Biz bu dünyanın gedişinə və havada olan hakimiyyətin, yəni indi Tanrıya itayətsiz insanlarda fəaliyyət göstərən ruhun hökmdarına uyaraq bu günahların içində həyat sürürdük. Hamımız bir zamanlar həmin insanlar arasında cismin və əqlin istəklərini yerinə yetirərək cismani təbiətimizin ehtiraslarına görə həyat sürürdük. Beləliklə, təbiətcə digər insanlar kimi Tanrının qəzəbinə ducar idik. Lakin, baxın nə gözəl, bu xoş xəbərdir. Lakin, mərhəməti bol olan Tanrı bizi böyük məhəbbətlə sevdiyi üçün təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü ilə xilas oldunuz. Amin. Biz iman edirik və onun lütfü ilə xilas oluruq. Tanrı bizi Məsih İsa'da onunla birlikdə dirildib səmada oturtdu. Yəni, bunun üçün də İsa Məsih gəlməli idi, çarmıxa getməli idi, çarmıxda ölməli idi, dəfn edilməli idi və dirilməli idi ki, hər kəs ki iman edər, həlak olmaz, ancaq əbədi olaraq yaşayar. Bunu Məsih İsa'da bizə etdiyi xeyirxahlıqda lütfünün hədsiz zənginliyinə gələcək dövrlərdə də göstərmək üçün etdi. İndi qulaq asın. Çünki iman vasitəsilə lütflə xilas oldunuz. Amin. Xahiş edirəm bunu qeyd edin. Çünki biz iman edirik, xilas oluruq və bu Tanrının lütfüdür. İman vasitəsilə lütflə xilas olduq. Bu, bizim nailiyyətimiz deyil, Bibliya deyir. Ancaq Tanrının hədiyyəsidir. Bax, bu müjdədir. İzzətli müjdədir. Əməllərə görə deyil, heç kim öyünə bilməsin. Çünki biz Tanrının yaratdığı əsərlərik. Amin, nə gözəl. Hər birimizi Tanrı yaradıb və gözəl yaradıb. Əvvəlcədən hazırladığı yaxşı əməllər üçün ki, biz həyat sürək Məsih İsa'da. Buna görə cismən başqa millətlərdən olan sizlər bir zamanlar kim olduğunuzu yada salın. Bədəndə əllə icra olunan sünnətə malik olub sünnətlilər deyə tanınanların sünnətsiz adlandırdığı sizlər o vaxt Məsihsiz, İsrail vətəndaşlığından kənar, Tanrının vədinə əsaslanan əhdlərə yad, dünyada ümidsiz və Tanrıdan məhrum idiniz. Odur. İsa Məsihsiz insanlar Tanrıdan məhrumdular. Onun izzətindən məhrumdular. Yadınızda da danışırıq. Və sonra deyilir, amma bir zamanlar uzaq olan sizlər indi Məsih İsa'da, Məsihin qanı sahəsində yaxın oldunuz. Amin. Bax, bu xoş xəbərdir. İsa Məsih gəlib ki, barışıq olsun, biz yaxın olaq, bir olaq, ürəyimizdə sülh olsun. Bax, bunun üçün də Efeslərə 6:14 deyilir ki, həmən bu hazırlıq ayaqqabılarını, yəni daha doğrusu barışıq müjdəsini yaymaq üçün hazırlıq ayaqqabılarını ayaqlarınıza geyinin ki, həmən bu mövqedə durasız, dəyişməyəsiniz. Bunun üçün də yəni müjdəçilik var. Bunun üçün də biz, kim bizdən nə soruşursa, ünsiyyətimiz varsa, münasibətimiz varsa, dostluğumuz varsa, iş yoldaşıdırmı, qohumlardırmı, biz onlara bu xoş xəbəri bölüşməyə, deməyə həmişə hazır olaq. Amin. Rəbbimizə minnətdarıq bu saata görə, bu fikirlərə görə. Xeyir dua ver ki, qalsın bizimlə, ruhlandır müjdəçiliyi üçün. Sənə müqəddəs adından dua edirik. Amin. Çox sağ olun.